Salam. Time suallarına baxaq. Find out the appropriate variant. Düzgün variantı seçin. Baxın, bu sual biraz düşündürücü sual ola bilər. Sizi çaşdıra bilər hətta. Ancaq yenə də diqqətli olun. The bread is as soft as a cotton. Çörək pambıq kimi yumşaqdır. Bax, burada çörəkdən ümumi söhbət getdiyi üçün the bread verə bilmərik. Ümumiyyətlə bread verərik. Bread is as soft as cotton. Çörək pambıq kimi yumşaqdır. 2-yə baxaq. This is a Turkish coffee. Bu bir Türk kofesidir. Bir mənasında olduğu üçün və burada ümumiyyətlə kofedən yox da Türkün kofesi olduğundan söhbət getdiyi üçün 2 düzgündür. 3-ə baxırıq. A cotton is a natural material. Pambıq təbii materialdır. Baxın, yenə də pambıqdan ümumi söhbət etdiyi üçün artiklını verə bilmərik. 4-ə baxırıq. I have a coffee once a day. Mən gündə bir dəfə kofem var. Yəni gündə bir dəfə kofe içirəm mənasında işlənir. Biz demişik ki, içilən kofedən söhbət gedirsə, artiklını bəzən verə bilərik. Amma normalda biz abituriyentlərə a cup of tea deyə öyrətsək də, ancaq bu hallarda düzgündür. Cavabımız 2-4 D bəndi. Suallarınız varsa şərhlərdə görüşərik. Hələlik.